Salam dəyərli izləyicilər, hər birinizi kanalımda xoş gördük. Bugün sizlərə 6-cı sinif riyaziyyat dərsliyindən səhifə 100-də yerləşən ümumiləşdirici tapşırıqları izah edəcəm. Mövzuya keçməzdən öncə nəzərinizə çatdırmaq istərdim ki, bundan sonra da kanalımda tez-tez 6-cı sinif riyaziyyat dərsliyinin izahlarının gəlməyini istəyirsinizsə, kanalıma abunə olmağı, videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın. Həmçinin fikir və təkliflərinizi də şərhlər bölməsi vasitəsilə mənimlə bölüşə bilərsiniz. İndi isə uşaqlar, keçək mövzunun izahına, daha doğrusu mövzumuz çalışmalardır. Bunların izahlarını dərslərdə vermişik. Keçək həllərinə. Birinci çalışmada boş xanalara uyğun ədədləri müəyyən edin. Mənfi 2-ni mənfi 5-ə vuranda, mənfini mənfiyə vuranda müsbət eləyir, 2-ni də 5-ə vuranda cavab elədi 10. Sonra 10-u mənfi 1-ə böləndə cavab eləyəcək mənfi 10. Ədədlərdən biri mənfidir deyə cavab mənfi alındı. İndi keçək uşaqlar, bunu hesablayaq. Öncə qüvvətə yüksəltmə əməli hesablanılmalıdır. Mənfi 3-ün kvadratını hesablayıram. Bu mənfi 3 vuraq mənfi 3 deməkdir. Cavab da müsbət 9 verir. Yəni, əslində biz cavabın altından yazıram. Mənfi 10-u 9-a vururuq, cavab mənfi 90 olur. Mənfi 90-ı 3-ə böləndə cavab mənfi 30 olur. Mənfi 30-un üstünə də mənfi 8 gələndə hər ikisi mənfi olduğuna görə cavab mənfi 38 eləyir. İndi digərinə baxaq. Buradan baxa bilərik, hətta buradan baxa bilərik. Hansı ədədi mənfi 2-yə vursaq 14 alınar, mənfi 7-ni. Mənfi 7-ni mənfi 2-yə vursaq 14 alınır. Bu hissənin də cavabını hesablayıram mən. Bax, bu kənarda hesablayıram. Mənfi 1-in üstü 5-i. Bu mənfi kənarda gözdəsin. Bax, bu mənfi, çöldəki mənfi. Mənfi 1-in 5-ci dərəcədən qüvvəti yenə bizə mənfi 1 verir. Çünki tək dərəcədir. Mənfin də mənfiyə vuranda müsbət 1 eləyir. Həmçinin bu ifadə mənfi 1-in əksi deməkdir. Yenə də müsbət 1 verir. Altından cavabı yazıram. Bu müsbət 1-dir. Hansı ədədin üzərinə 1 gəlsək, hətta belə yazım da, qabaqdakı mənfini çıxım, onu çıxma kimi ifadə eləyərəm. Bir dəqiqə tələsməyin uşaqlar. Mənfi 1-in üstü 5-ci dərəcə ilə mənfi 1 üstü 5, yəni mənfi 1 verdi. Biz nədənsə hansısa ədəddən, bilmirəm hansı ədəddir, həmin ədəddən çıxmalıyıq mənfi 1-i. Mənfi 1-i çıxmalıyıq. X çıxaq mənfi 1. Bizə mənfi 7 verəcək. Mənfi ilə mənfi müsbət eləyir, bərabərdir mənfi 7. Deməli, x-i də tapmaq üçün mənfi 7-dən 1-i çıxıram, x bərabər olur mənfi 8. Deməli, burada x-in yerinə hansı ədəd dayanmalıydı uşaqlar? Mənfi 8 dayanmalıydı. Mənfi 8 dayanmalıdır. Mənfi 8-dən mənfi 1-ini çıxanda mənfi ilə mənfi müsbət eləyəcək, cavab da bizə 1 verəcək. Daha doğrusu mənfi 7 verəcək. Sonra gəldik bura. Mənfi 2-nin kubunu hesablayıram. Mənfi 2-nin kubu. Cavab mənfi qalacaq. Çünki tək dərəcədir. 2-nin kubu da bizə verir 8. Mənfi 8. Mənfi 8-i burada qeyd edirəm aşağıda. 14-ün üzərinə mənfi 8 gələndə 14-dən 8-ini çıxırıq. Çünki şairlər müxtəlifdir. Cavab qalır A6. 6-nı mənfi 6-ya vuranda mənfi 36, mənfi 36-dan ikisini çıxanda, hər ikisi mənfi olanda mənfi 38 qaldı. Bu kənardakı əlavə şeyləri silirəm. Məsələn, bu bizə lazım deyil, digərləri amma qalsın. Birinci çalışmanın həllini sadəcə boş xanalarda qeyd edib tamamladıq. Siz də dəftərinizdə bu formada çəkə bilərsiniz. İndi isə keçək ikinci çalışmanın həllinə. Cədvəli tamamlayın. X, 2x. X-in qiymətini 2-yə vuranda 2x-in qiyməti alınır. 5, 5-i 2-yə vuracam 10. Mənfi 3, 2-yə vuracam mənfi 6. İndi 2x mənfi 16 verilib. 2-yə bölüb x-i tapıram, mənfi 8. Qayıdıb yenə mənfi 8-i 2-yə vuranda mənfi 16 alınır. Mənfi 18-i 2-yə vuranda mənfi 36 alınacaq. Mənfi 98-i 2-yə bölüb x-i taparam, mənfi 49.
Sonra keçək B bəndinə. B bəndində x-in qiymətinin üzərinə 6 gələndə bu aşağıdakı xananın qiyməti alınır. Mənfi üçün üstünə 6 gəlirəm. Biri mənfi, biri müsbət olanda böyüklə kiçiyi çıxıram. Qabağa böyüyün işarəsini yazıram. Cavab alındı 3. Sonra burada mənfi 10 alınıb. Nəyin üstünə 6 gələndə 10 alınır? Mənfi 16-nın. Mənfi 16-nın üstünə 6 gələndə, baxın burada qeyd edirəm. Bizə mənfi 10 verəcək. Böyükdən kiçiyi çıxıb böyüyün işarəsini yazırıq. Sonra mənfi 4-ün üstünə 10 gələndə, 10 yox, 6 gələndə. Hər dəfə 6 gəlir. Yuxarıdakının üstünə 6 gələndə aşağıdakı alınır. Aşağıdakından 6-nı çıxanda yuxarıdakı alınır. 2 alınacaq. Böyükdən kiçik çıxıb böyün işarəsini qoyuruq. İndi uşaqlar 2-dən də 6-nı çıxıb yuxarıdakının cavabını alırıq. Mənfi 4. Sonra mənfi 12-nin üstünə 6 gələk. Cavab mənfi 6 alınacaq. Böyükdən kiçiyi çıxıb qarşısına böyün işarəsini yazırıq. 0-dan da 6-sını çıxıb yuxarıdakı ifadənin qiymətini alıram. Mənfi 6. Deməli, neynədik? Yuxarıdakı ədəd veriləndə üstünə 6 gəlib aşağıdakı xananın qiymətini tapırıq. Aşağıdakı xana veriləndə 6-sını çıxıb yuxarıdakı xanaya qeyd edirik. Bu da ikinci çalışmanın həlli idi. İndi isə uşaqlar, keçək üçüncü çalışmanın həllinə baxaq. N bərabərdir 2 və n bərabərdir 3 olduqda müqayisə edin. N bərabərdir 2, n bərabərdir 3. Bir dəfə n-in 2 qiyməti üçün müqayisə eləyərik, bir dəfə də 3 qiyməti üçün müqayisə eləyərik. Gəlin öncə n-in 2 qiyməti üçün müqayisə eləyək, qarışdırmayaq, sonra 3-ə keçərik. Birinci ifadəni yazıram. Mənfi 3-ün üstü n. Yəni, mənfi 3-ün üstü 2. Bu mənfi kənarda bizi gözləsin. Mənfi 3-ün kvadratı verilib. Yəni, mənfi 3-ü 2 dəfə təkrar yazıram. Mənfi 3-ü mənfi 3-ə vuranda müsbət 9 eləyir. 9-u da qabaqdakı mənfiyə vuranda cavab mənfi 9 alınır. İkinci hissəni hesablayıram. Mənfi 5-in üstü n. Yəni, mənfi 5-in kvadratı. Bu da bizə nə verəcək? Mənfi 5 vuraq mənfi 5. Yəni, müsbət 25 verir. Müqayisə eləyək. Hansı böyükdür uşaqlar? N 2 olanda mənfi 3-ün üstü 2 böyük oldu. Daha doğrusu kiçik oldu. Kiçik oldu. Mənfi 5-in üstü 2-dən. N bərabərdir 2 olan halda. İndi n bərabərdir 3 olan halda baxaq. Mənfi 3-ün üstü n bərabərdir. Mənfi 3-ün kubu. Bu nə deməkdir? Bu kənardakı mənfi hələ ki kənarda gözləyir. Mənfi 3-ün kubunu yazıram. Yəni 3 dəfə təkrar yazıram mənfi 3-ü. Mənfini mənfiyə vuranda, mənfi 3-ü mənfi 3-ə vuranda, müsbət 9, müsbət 9-u mənfi 3-ə vuranda, mənfi 27, qabaqdakı mənfiyə də vuranda müsbət 27 alınır. Mənfilərin sayı cüt olduğuna görə cavabda mənfi qalmır. Tək olsaydı qalardı. Sonra mənfi 5-in üstü n-ə baxaq. Yəni, mənfi 5-in kubuna. Mənfi 5, vuraq mənfi 5. Vuraq, mənfi 5 hesablayırıq. Mənfi 5-i mənfi 5-ə vuranda müsbət 25 eləyir. Qayıdıb mənfi 5-ə vuranda 25-i. Mənfi 125 eləyir. İndi 2 dənə mənfi ədəddən, daha doğrusu biri müsbətdir. 27 mənfi 125-dən böyükdür. Yəni, mənfi 3-ün üstü 3 böyükdür mənfi 5-in üstü 3-dən. N2 olanda və N3 olanda verilmiş ifadələri müqayisə etdik. İndi uşaqlar, keçək ikinci bəndə. Bu yazdığımız birinci bəndin izahı idi. Hamısı. N2 olanda, N3 olanda. İndi keçirik ikinci bəndə. Yenə də n bərabərdir 2 olanda ikinci bəndi hesablayıram. Mənfi 4-ün üstü n. Mənfi 4-ün üstü n.
Yəni mənfi 4-ün kvadratı. Bu mənfi 4 vuraq mənfi 4 deməkdir. Cavab müsbət 16 verəcək. Cüt dərəcədən qüvvətli. Bir də 6-nın üstü eni hesablayırıq. Yəni 6-nın kvadratını. 6 vuraq 6 bizə verdi 36. Hansı böyükdür? 36 böyükdür. Yəni mənfi 4 üstü 2-nin qiyməti 6 üstü 2-nin qiymətindən kiçik olacaq. N 2 olanda. İndi N 3 olanda qiymətləri yoxlayaq. Mənfi 4-ün üstü N bərabərdir mənfi 4-ün kubuna. Mənfi 4 vuraq mənfi 4 vuraq mənfi 4. Mənfi 4-ü mənfi 4-ə vursaq müsbət 16 eləyir. Müsbət 16-nı da qayıdıb mənfi 4-ə vuranda uşaqlar mənfi 64 eləyəcək. İndi 6 üstü N-i hesablayaq. Yəni 6-nın kubunu. 6 vuraq 6 vuraq 6. 6-nı 6-ya vuranda 36. 36-nı da qayıdıb 6-ya vuranda 216 eləyəcək. Aydın məsələdir ki, 216 mənfi 64-dən böyükdür. Yəni, mənfi 4-ün kubu kiçik olacaq 6-nın kubundan. Bu da ikinci variantdır uşaqlar. N-in 2 qiyməti üçün yoxladıq. İndi üçüncü varianta keçirik. Üçüncü bəndə baxırıq. N bərabərdir 2 halını araşdıraq. 3 üstü N'i hesablayaq birinci. 3-ün kvadratı. 3 vuraq 3 bizə 9 verdi. Bir də mənfi 1 üstü N'i araşdıraq. Mənfi 1-in üstü N. Yəni mənfi 1-in kvadratını. Bizə verəcək mənfi 1 vuraq mənfi 1. Yəni müsbət 1. Aydın məsələdir ki 9 1-dən böyükdür. 9 1-dən böyükdür. Yəni 3 üstü 2-nin qiyməti mənfi 1 üstü 2-nin qiymətindən böyük oldu. N bərabərdir 3 olan hal üçün 3 üstü N'i hesablayıram. Yəni 3-ün kubunu. 3 vuraq 3 vuraq 3. Bizə verəcək 9, 3-ə də vuranda 27. Sonra mənfi 1-in üstü N'ə baxaq. Mənfi 1-in üstü 3. N'in yerinə 3 yazdım. Bu da mənfi 1 vuraq mənfi 1 vuraq mənfi 1. Mənfi 1-i mənfi 1-ə vuranda müsbət 1 eləyir. Müsbət 1-i qayıdıb buradakı mənfi 1-ə vuranda cavab yenə mənfi 1 eləyəcək. Aydın məsələdir ki, 27 mənfi 1-dən böyükdür. Yəni 3-ün kubu böyükdür mənfi 1-in kubundan. Üçüncü variantı da yazdıq. İndi uşaqlar, keçək dördüncü variantın izahına baxaq. N bərabərdir 2 halı üçün mənfi 2-nin üstü N'i hesablayırıq. Yəni mənfi 2-nin üstü 2. Bu mənfinin qüvvətə dəxli yoxdur, kənarda qalır. Kvadrat sadəcə 2-nin başında olduğuna görə 2-ni 2 dəfə təkrar yazıram. Cavab oldu mənfi 4. Sonra mənfi 6-nın üstü N'i hesablayıram. Mənfi 6-nın kvadratı. Yenə də kvadrat sadəcə mənfi 6-ya aiddir. Bu kənardakı mənfi gözləyəcək. Mənfi 6-nı 2 dəfə təkrar yazıram. Mənfi 6-nı mənfi 6-ya vuranda müsbəti 36 eləyir. Qabaqdakı mənfiyə də vuranda mənfi 36 eləyəcək. Mənfi 4 mənfi 36-dan böyükdür. Yəni, mənfi 2-nin kvadratı böyük olacaq mənfi 6-nın kvadratından. Bu, N2 olan halı üçündür. İndi N3 olan halı üçün araşdıraq. Mənfi 2-nin üstü N, yəni mənfi 2-nin kubu. Mənfi 2 vuraq 2 vuraq 2, mənfi 8. Sonra mənfi 6-nın üstü N araşdırırıq. Mənfi 6-nın kubu. Kub mənfi 6-ya aiddir. Ona görə kənardakı mənfi bizi gözləyir. Mənfi 6-nı isə 3 dəfə təkrar yazıram uşaqlar. Çünki kubu deyilir. Vuraq mənfi 6, vuraq mənfi 6. Mənfilərin sayı 1, 2, 3, 4 cüt sayda olduğuna görə cavabda mənfi qalmayacaq. 6-ları da bir-birinə vuranda 216 eləyir. Mənfi 8 216-dan kiçikdir. Yəni, mənfi 2-nin kubu
kiçikdir --6-nın kubundan. Bu da üçüncü çalışmanın izahı idi. İndi isə uşaqlar keçək dördüncü çalışmanın izahına. Dördüncü çalışmada verilən ədədlər arasında elə ikisini seçin ki, A bəndində cəmi ən böyük olsun. Cəmin ən böyük olması üçün gərək biz ən böyük ədədləri götürək. Hazırda burada 5 ilə 4-ü toplasaq 9 eləyir. 5 ilə 15-i toplasaq 20 eləyir. Digərləri isə mənfi olduğuna görə cəmi ən böyük verməyəcək. Deməli, nəyi yaza bilərəm? 5 ilə 15 yaza bilərəm. 5 üstəgələk 15. Cəmin ən böyük olması üçün toplananların hər ikisini də müsbət götürdüm. Cavab eləyəcək 20. Ədədləri də böyük götürməliyik ki, cəm böyük alınsın. Keçdik B bəndinə. Fərqi ən kiçik olsun. Fərqi ən kiçik olsun. Nə yaza bilərəm? Burada yaza bilərəm. 60 çıxaq 15 mənfi 75 verəcək. 60, hə, elə yaza bilərəm. Uşaqlar, 60 mənfi 60 çıxaq 15 yazıram. Mənfi 60-ı götürürəm, bir də 15-i götürürəm. Fərqi. Hər ikisi mənfi olduğuna görə toplayıb qabağa mənfi yazırıq. Mənfi 75. Gördünüz, fərqi daha kiçik ədəd alındı. Sonra hasili ən kiçik olsun. Yəni, vuranda mənfi alınsın. Hazırda mənfi 60-ı götürərəm, bir də 15-i götürərəm. Vuranda daha böyük bir mənfi alınacaq. Mənfi 60, vuraq 15. 6-nı 15-ə vuranda 90 eləyir, sonda da bir 0. Mənfi 900. Ən kiçik oldu. Sonra keçək D variantına. Qisməti ən böyük olsun. Yəni, böləndə böyük bir cavab alınsın. Hazırda mənfi 60-ı mənfi 2-yə bölsək müsbət 30 alınacaq və o verilən ədədlərin içərisində ən böyük olacaq. Mənfi 60 bölək mənfi 2. Cavab bizə verəcək müsbət 30. Digərlərini isə bölsək 30-dan kiçik cavab alınır. Bu da oldu dördüncü çalışmanızın izahı. İndi isə uşaqlar, keçək 5-ci çalışmanın izahına. Bütün tam ədədlər üçün doğru olan fikirləri müəyyən edin. Yəni, bütün tam ədədlər üçün ödənsin. İstər mənfi tam ədəd, istər müsbət tam ədəd. Tam ədəd ya mənfi, ya da müsbət ola bilər. Xeyr, uşaqlar, ortada bir dənə də 0 var axı. Bu fikir doğru deyil. Doğru deyil. 0 da var. Bir daha təkrar edirəm. Tam ədəd deyəndə biz nə başa düşürdük? Natural ədədlər, yəni biz buna müsbət tam ədədlər deyirik. Natural ədədlərin əksi olan mənfi ədədlər, buna mənfi tam ədədlər deyirik. Bir də 0. Bunlar birləşdikdə tam ədədlər çoxluğunu yaradır. Ona görə A bəndi düzgün fikir deyil. 2 mənfi tam ədədin hasili müsbət tam ədədə bərabərdir. Yoxlayaq. Mənfi 2 vuraq mənfi 3. Gördünüz, bizə müsbət 6 verəcək. Mənfini mənfiyə vuranda müsbət verir. Bu doğrudur. A bəndi doğru olmadı. B bəndi isə doğrudur və aşağıda da sizin üçün sübutunu qeyd etdim. Bu da 5-ci çalışmanın izahı idi. İndi isə uşaqlar, keçək 6-cı çalışmanın izahına. Tənliyi həll edin. Baxaq tənliklərə uşaqlar. A bəndində x üstə gələk mənfi 3 bərabərdir mənfi 18-ə. İndi burada toplanan cəmdir. Məhsul toplananı taparkən cəmdən digərini çıxmaq lazımdır. Mənfi bir-birini müsbətə çevirəcək. Olacaq mənfi 18 üstə gələk 3. Ədədlərdən biri mənfi, biri müsbətsə, modulca böyük olandan kiçik olanı çıxırıq, qarşısına modulca böyük olan işarəsini yazırıq. Yəni, 18-dən 3-ünü çıxırıq 15, qarşısına da 18-in işarəsini qeyd edirik. B bəndinə baxaq. Y bölək 2 bərabərdir mənfi 20. Bölünəni taparkən böləni qismətə vurmaq lazımdır. Mənfi 20 vuraq 2. Y də bərabər olacaq mənfi 40-a.
Keçdik C bəndinə. X çıxaq -6 bərabərdir -22-yə. Azalan, çıxılan fərq. Azalanı taparkən fərqlə çıxılanı toplamaq lazımdır. Çıxılanda -6-dır. Toplasaq, ikisi də mənfi olduğuna görə toplayıb qabağa mənfi yazmalıyıq. -28. Bu da C bəndi. İndi uşaqlar, keçək D bəndinə. -4y bərabərdir 0. Ədədlə dəyişənin arasında, yəni hərfin arasında heç bir şey yoxdursa, biz onu vuraq qəbul edirik. Y-i tapmaq üçün vuruq hasildir. Hasili digər vuruğa bölməliyəm. 0-ı bölürəm -4-ə. 0-ı nəyə bölürsüz bölün, cavab həmişə 0 eləyəcək. D variantında oldu cavabımız 0. Sonra keçək E variantına. -15 çıxaq 2x bərabərdir -27-yə. Yenə azalan, çıxılan fərq. Çıxılanı taparkən azalandan fərqi çıxmaq lazımdır. Yəni 2x-i tapmaq üçün azalandan -15-dən çıxılanı, daha doğrusu fərqi -27-ni çıxmaq lazımdır. 2x bərabərdir -15 üstə gələ 27 olur. Çünki -27-nin əksi müsbət 27-dir. 2x bərabərdir 27-dən 15-in çıxanda 12. X-i də tapmaq üçün burada dedik ki, bu vuraqdır. 12-ni 2-yə bölürük. X də bərabər olur 6-ya. İndi isə lövhəni təmizləyib keçək digər variantların izahına baxaq. F variantında -7y üstə gələk 14 bərabərdir 28-ə. Yenə toplanan cəmdir. -7y-i tapmaq üçün cəmlə digər toplananı çıxıram. 28-dən 14-ü çıxdım. -7y bərabərdir 14 qaldı. İndi y-i tapmaq üçün 14-ü -7-yə bölməliyəm. Y də bərabər olacaq -2. F variantını yazdıq, G variantına baxaq. 4 vuraq, x üstə gələk, -6 bərabərdir 20-yə. İndi bu mötərizənin içərisinə bir dəyişən kimi baxsaq, vuruq hasil olacaq. Mötərizənin içərisini yəni tapmaq üçün gərək biz 20-ni 4-ə bölək. X plus -6 bərabərdir 20-ni 4-ə böləndə 5 qaldı. İndi toplanan cəmdir. Məhsul toplananı tapmaq üçün cəmdən digərini çıxmalıyam. Burada da 2 dənə mənfi bir-birini müsbətə çevirir. Mənfini mənfiyə vuranda olur müsbət. Plus 6. Yəni bu -6-nın əksi deməkdir. Müsbət 6 verir. X də bərabərdir. Topladıq. Cavab oldu 11. H variantına baxırıq. Y üstə gələk 8y bərabərdir -72-yə. Uşaqlar, burada y-in qabağında heç bir dəyişən yoxdur. Özünüzdə heç bir ədəd, əmsal yoxdur. Özünüzdən 1 yaza bilərsiniz. Y, 1y eyni şeydir. 1y ilə 8y-i toplayanda 9y verəcək bizə. Bərabərdir -72-yə. Y-i tapmaq üçün də -72-ni bölməliyəm 9-a. Y bərabər oldu -8-ə. Bu da 6-cı çalışmanın izahı idi. İndi isə keçək 7-ci çalışmanın izahına. Dəyişənə 0, mənfi və müsbət qiymət verməklə bərabərsizliyi hər üç hal üçün yoxlayın. Hansı halda doğru, hansı halda isə doğru olmadığını müəyyən edin. Deməli, bir dəfə 0, bir dəfə mənfi, bir dəfə müsbət verməliyik. A bəndində başlayaq həll etməyə. Mənfi modulda D böyükdür modulda D-dən. İndi öncə bunu araşdıraq uşaqlar. Modulda D-dən.
Bir dəfə birinci hal. D'yə mənfi verirəm. D bərabər olsun mənfi 2. Yerinə yazacağım. Mənfi modulda mənfi 2. Bir də modulda mənfi 2. Bunları müqayisə edək. İndi uşaqlar, moduldan biz bilirik ki, müsbət 2 çıxır. Qabaqdakı da mənfiyə vurulanda bu eləyir mənfi 2. Bir daha təkrar edirəm. Baxın, modulda mənfi 2-dən çıxacaq müsbət 2. O 2 də qabaqdakı mənfiyə vurulanda olacaq mənfi 2. Buradan yenə çıxır eləcə müsbət 2. Qabağında da heç bir işarə yoxdur. Elə müsbət 2 olaraq da qalır. Gördünüz? Bu moduldan müsbət 2 çıxdı. Amma qabaqda mənfi var idi, oldu mənfi 2. Burada isə özü. Həqiqətən böyük oldu mu? Bəli, böyük oldu. Bu doğrudur birinci halda. D mənfi olanda doğru oldu. İkinci hala baxaq. İkinci halda D'yə 0 deyəcəm. Və bu halı araşdırıram. Mənfi modulda 0, bir də eləcə modulda 0. Biz bilirik ki, 0-dan 0 çıxır. Qabaqdakı mənfiyə də vursaq 0-ın işarəsi yoxdur uşaqlar. Elə 0 da eləyəcək. 0 mənfiyə vuranda yenə 0-dır. Buradan da yenə 0 çıxır. Cavablar bir-birinə bərabərdir. Burada böyük olmadı, bərabər oldu. Doğru deyil. Yəni 0 olanda bu ifadə doğru olmadı. Çünki cavablar bir-birinə bərabərdir. Gördük, sübut elədik. Üçüncü hala baxaq. Bu dəfə də D-yə tutaq ki, müsbət 3 götürürəm. D bərabərdir müsbət 3 olsun. Hesablayaq. Öncə mənfi modulda 3, bir də modulda 3-ə baxaq. Modulda 3-dən 3 çıxır. Bax, buradan 3 çıxır. Qabaqdakı mənfiyə də vurulanda cavab olacaq, uşaqlar. Bunun cavabı olacaq mənfi 3. Moduldan 3 çıxdı. Qabaqdakı mənfiyə də vuranda mənfi 3 oldu. Keçək bu birisinə. Müsbət 3-dən də elə müsbət 3 çıxır. Həqiqətən də 3 mənfi 3-dən böyükdür. Burada isə işarələri əksini aldıq. Kiçik, böyük yox, kiçik aldıq. Deməli, burada da doğru deyil. Bir dənə A bəndində ödəndi. Deməli, dəyişən mənfi olduqda bu ifadə ödənir. 0 olduqda və yaxud müsbət olduqda isə ifadə ödənmir. Bir dənə bu hissəsini sileyim. Artıq bildiniz də 3 çıxdığını. Qarışıq düşməsin deyə sildim. Buradan 3 çıxdı, qabaqdakı mənfiyə vuruldu, mənfi 3. İndi uşaqlar, keçək B variantını yazaq. Lövhəni təmizləyib davam edək. B bəndində A kiçikdir modulda A-dan. Birinci hala baxırıq. A-ya mənfi götürürəm. A bərabər olsun mənfi 3. Yoxlayıram. A mənfi 3 oldu. Modulda A-nı hesablayıram. Hətta birinci yazaq, sonra hesablayaq. Bir dəqiq uşaqlar. A-ya mənfi 3 yazdım. Modulda mənfi 3 yazdım. Sadəcə ifadədə A-nın yerinə mənfi 3, modulda A-nın yerinə modulda mənfi 3 yazdım. Modulda mənfi 3-dən nə çıxır uşaqlar? Müsbət 3 çıxır. Və mənfi 3 ilə müqayisə eləsək bu böyükdür. Ödəndimi? Bəli, ödəndi. Doğrudur. İkinci hala baxaq. İkinci halda A-ya 0 deyirəm. Olur 0, A-nın yerinə 0 qoyuram, bir də modulda 0 qoyuram. Burada da uşaqlar, moduldan da elə 0 çıxır. Bunu da özünün olduğu kimi saxlayırıq. Cavablar bir-birinə bərabərdir. Burada da bərabər şərti verilibmi? Bəli, verilib. Deməli, burada da doğrudur. Keçək üçüncü hala baxaq. A olsun müsbət 2. Yazıram 2, bir də modulda müsbət 2. Buradan 2 çıxır, burada da elə olduğu kimi saxlayırıq. Buradan 2 çıxdı. Cavablar bir-birinə bərabərdir. Bərabər şərti də varmı? Var. Bəli, doğrudur. Bu ifadə, yəni dəyişənin bütün qiymətlərində doğru oldu.
Mənfi olanda kiçik hal ödəndi, sıfır və müsbət olanda isə bərabər halı öyrəndi. Daha doğrusu ödəndi. İndi uşaqlar keçək C variantına. C variantında mənfi modulda mənfi B kiçikdir, modulda B deyilib. Gəlin yoxlayaq. Birinci halda B-yə götürürəm, tutaq ki, B olsun mənfi 1. Hesablayıram. Mənfi modulda mənfi 1. B-nin özü mənfi 1-dir. Sadəcə B-nin yerinə mənfi 1 yazıram. Bu 2-dən də mənfi olduğu kimi qalır uşaqlar. Bu sizi çaşdırmasın. Hesablayaq bunu. Hətta hesablamadan bu birisi tərəfi də yazım. B-nin yerinə mənfi 1 yazdım. İndi bunları aşağıdan təyin edirəm. Mənfi modulda mənfi 1. Bu mənfi 1-in əksi deməkdir uşaqlar. Mənfi 1-in əksi nə verəcək? Müsbət 1. Yəni modulda müsbət 1. Müsbət 1-dən də 1 çıxır. Qabaqdakı mənfiyə də vurulur, olur mənfi 1. Digər modulda mənfi 1-dən isə çıxır müsbət 1. Hansı böyükdür? Müsbət 1 olan tərəf böyükdür. Müqayisəsini yazdıq. Ödəndi. Doğrudur. İkinci hala baxaq. İkinci halda 0 veririk. B-yə 0. Qeyd edirəm. Mənfi modulda mənfi 0. Mənfi 0 deyə bir anlayış yoxdur uşaqlar. Bu modulda 0-dan elə 0 çıxacaq. Qabaqdakı mənfiyə də vurulanda yenə 0 eləyir. 0-ı nəyə vursanız 0 eləyir. 0-ın da işarəsi yoxdur. Bunu da yadınızda saxlayın. Yazdım 0. Buradan da elə çıxdı 0. Sadəcə birinci ifadəni yazdım. Yerinə B-lərin 0 qoyub. Bir də ikinci ifadəni yazdım. Cavablar da gördünüz ki, bir-birinə bərabərdir. Ödənmədi. Doğru deyil. Keçək üçüncü hala baxaq. Üçüncü halda B-yə tutaq ki, götürək müsbət 1. Yoxlayıram. Modulda mənfi, B-nin yerinə də 1 yazdım. Bir də modulda eləcə 1. Mənfi 1-dən 1 çıxır. Qabaqda, bax, burada mənfi 1-dən 1 çıxır. Qabaqdakı mənfiyə də vurulanda cavabımız eləyir mənfi 1. Başa düşdünüz də yəqin. Moduldan mənfi 1-dən müsbət 1 çıxdı. Qabaqdakı mənfiyə də vurulanda mənfi 1 oldu. Buradan da elə onsuz da bilirik ki, 1 çıxır. Hansı böyükdür uşaqlar? 1 böyükdür. Burada da ödəndi. Doğrudur, daha doğrusu elə yazım. Bir dənə B bəndi ödənmədi. Daha doğrusu ikinci variant ödənmədi. Birinci, ikinci hallar isə ödəndi. İndi uşaqlar keçək D variantının həllinə baxaq. D variantı mənfi modulda A kiçikdir modulda mənfi A-dan. Birinci halda A-ya tutaq ki, verirəm mənfi 2. Hesablayıram. Mənfi modulda mənfi 2. Bir də modulda mənfi 2. A-nın yerinə mənfi 2-ni yazdım. Hesablayaq uşaqlar. Burada mənfi 2-dən 2 çıxır. Qabaqdakı mənfiyə də vurulanda cavabımız eləyəcək mənfi 2. Burada mənfi 2-nin əksi müsbət 2 eləyir. Bax, bu müsbət 2. Müsbət 2-dən də nə çıxır elə? Bura müsbət 2 eləyir uşaqlar. 2-dən də elə 2 çıxacaq. Hansı tərəf böyükdür? Bu tərəf böyükdür. Ödəndi, doğrudur. Doğrudur. Sonra keçək ikinci hala. İkinci halda A-ya 0 deyirik. Mənfi modulda sadəcə 0. A-ların yerinə 0 qoyuram. Bir də modulda mənfi 0. Mənfi 0 deyə bir anlayış yoxdur. Bunun cavabı 0 verir. Modulda 0-dan 0 çıxır. Qabaqdakı mənfiyə vurulanda yenə də 0 eləyir uşaqlar. Bərabərdir, ödənmədir. Doğru deyil. Doğru deyil.
İndi keçək üçüncü hala baxaq. A'ya tutaq ki, müsbət 2 götürürəm. Mənfi modulda 2, bir də modulda mənfi 2. Modulda 2-dən 2 çıxır, qabaqdakı mənfiyə də vurulanda olacaq mənfi 2. Mənfi 2-dən isə çıxacaq müsbət 2. Bu tərəf böyükdür. Burada da doğrudur. 7-ci çalışmanın da izahını yazdıq. İndi isə uşaqlar keçək 8-ci çalışmanın izahına. Hesablamalıyıq. A bəndinə baxaq. A bəndində 2-də 1, üstə gələk mənfi 2-nin üstü 4, bölək 4. Əməllər ardıcıllığında birinci qüvvətə yüksəltmə əməlini hesablayırıq. Mənfi 2-nin üstü 4. Mənfi ədədin cüt dərəcədən qüvvəti hesablandığına görə burada mənfi qalmayacaq artıq. Sadəcə 2-nin üstü 4-ü hesablayırıq. Bu da 2, vuraq 2, vuraq 2, vuraq 2. 2-ni 2-yə vurduq 4, 4-ü 2-yə vurduq 8, 8-i 2-yə vurduq 16. Sonra aldığım cavabı 4-ə bölməliyəm. İkinci addım. 16 bölək 4. Bizə verəcək 4. Ən son aldığım cavabla 2-də 1-i toplamalıyam. 2-də 1 üstə gələk 4. Tamla kəsiri toplayarkən tam yazılır. Kəsir isə sadəcə yanında qeyd olunur. Misalın cavabı oldu 4 tam 2-də 1. Bunu uşaqlar 4 tam 10-da 5 şəklində də yaza bilərsiniz. B variantına baxaq. Modulda mənfi 2, çıxaq mənfi 3-ün kubu. Öncə nə edirdik? Modul var idisə, mötərizə var idisə, onların cavabını tapırdıq. Burada modulda mənfi 2-dən çıxacaq müsbət 2. İkinci olaraq qüvvətə yüksəltmə əməlini hesablayırıq. Mənfi 3-ün kubu. Mənfi ədədin tək dərəcədən qüvvəti hesablandığına görə mənfi cavabda qalır və 3-ün kubunu hesablayırıq. Olur mənfi 27. Üçüncü addımda modulun cavabından qüvvətin cavabını çıxmalıyıq. 2-dən mənfi 27-sini çıxmalıyıq. Mənfi mənfi müsbət olacaq. Bu mənfi 27-nin əksi müsbət 27 eləyir. Toplayanda da cavab alınır 29. İndi digər variantlara keçək. Bunun üçün lövhəni təmizləyib davam edirik. D variantında mənfi 3 üstü 4, üstə gələk modulda mənfi 2, vuraq 5. İlk öncə biz modulun cavabını hesablayırıq. Birinci, modulda mənfi 2-dən müsbət 2 çıxır. Sonra qüvvətə yüksəltmə əməlini hesablayıram. Hətta birbaşa bu modulu 5-ə vurub sonra da keçə bilərik. Uşaqlar təsir eləməyəcək, yəni qüvvətin cavabına. Gəlin elə vuraq keçək, yadımızdan çıxmamış. 10. İkinci hissənin cavabı oldu 10. İndi 3-ə baxaq. Bu arada uşaqlar, indi bizim misalımızda hazırda qüvvətin cavabı bura təsir eləmədiyinə görə onu 3-cü sıraya da saxladım. Əslində 2-ci sırada yazmalıydım bunu. Sizdə təsir eləyirsə misala, öncə mötərizə, modul, bunlardan sonra qüvvət hesablanmalıdır. Mənfi 3-ün üstü 4. Bu mənfi gözləyəcək 3-ü 4 dəfə təkrar eləyirəm. Çünki dərəcə sadəcə 3-ə aiddir. Olacaq 9, 27, 81. Mənfi 81. Qüvvətin cavabı ilə bu hasilin cavabını toplamalıyam. Mənfi 81 üstə gələk 10. Bir mənfi bir müsbətdir. Böyükdən kiçik çıxıb böyün işarəsini yazıraq. 71. Sonra keçək uşaqlar D variantına. 4 tam 10-da 5. Üstə gələk. Mənfi 1-in üstü 8 bölək 2. Öncə dedik ki, burada qüvvətə yüksəltmə əməlini hesablayaq. Mənfi 1-in üstü 8. Mənfi ədədin cüt dərəcədən qüvvəti olduğuna görə cavabda mənfi qalmır. 1 üstü 8 də elə 1-in özünə bərabər. Çünki 1-i 8 dəfə öz-özünə vursanız yenə 1 eləyəcək. Və keçən dərsdə də demişdim, 1 elə bir ədəddir ki, istənilən dərəcədən qüvvəti özünə bərabərdir. Həmçinin 0 da belədir. İkinci addımda qüvvətin cavabını 2-yə bölməliyəm. 1-i 2-yə bölək uşaqlar. Kəsir kimi yazdım. Və onluq kəsirə çevirmək üçün surətini də, məxrəcini də 5-ə vururam.
olur 10-da 5, yəni 0,5. Aldığım cavabı da 4,5 ilə toplayacaq. Bu da bizə verəcək 5 tam. 5 tam onda 0 eləyir, elə o da 5 deməkdir. Sonra uşaqlar keçək digər variantlara baxaq. 2 variantımız qaldı. E variantında -33 üstə gələk 15 vuraq mötərizədə -2-nin kubu -2-nin kubu çıxaq -2 vuraq 4-ün kvadratı mötərizə bağlanır. Bu 2 qat mötərizə niyə qoyulub burada? Bizə dəqiq uşaqlar. -2-nin kubu çıxaq -2 bu bunun öz mötərizəsidir. Vuraq 4-ün kvadratı. Bu mötərizədə bu mötərizənin kvadratı mötərizəsinin davamı olsa, bu ikinci mötərizə mənasızdır. Ona görə onu qoymuram. Davam eləyirik uşaqlar. Öncə nə etməliyik? Mötərizələrin cavabını tapmalıyıq. Birinci mötərizədən başlayırıq. -33 üstəgələ 15. 33-dən 15-ini çıxanda qalacaq 18. İşarə də -33 modulca böyük olduğuna görə onun işarəsini yazırıq. İndi keçirik ikinci mötərizəyə. Əsas ikinci mötərizədədir. Öncə qüvvətləri hesablayıram. -2-nin kubu. -2 vuraq 2 vuraq 2. -8 verdi. Sonra keçirəm 4-ün kvadratını hesablayıram. 16. Sonra -2-ni 4-ün kvadratına vurmalıyam. -2 vuraq 4-ün kvadratı, yəni 16. Bu da bizə verəcək -32. Bu hissənin cavabı, uşaqlar, bax bu hissənin cavabı bizə verdi -32. Bu hissənin cavabı isə bizə verdi, neçə verdi? -8 verdi. Deməli, biz -8-dən -32-ni çıxmalıyıq. 5-ci addım. -8 çıxaq -32. Bu iki mənfi bir-birini müsbətə çevirəcək. -8 üstə gələk 32 olacaq. 32-dən də 8-ini çıxanda qalacaq müsbət 24. Birinci mötərizənin cavabı -18, ikinci mötərizənin cavabı isə müsbət 24-dür. Birinci mötərizə -18, ikinci mötərizənin son nəticəsi olaraq biz müsbət 24 aldıq. Bunları da bir-birinə vurub cavabı tapırıq. -18, hətta heç mənfi lazım deyil, eləcə bunu vuraq edirəm. Vuraq 24. 4 dəfə 8, 32, 3 yadda, 4 dəfə 1, 4, 3 də yaddaydı, 7. 2 dəfə 8, 16, 1 yadda, 2 dəfə 1, 2, 1 də yadda, 3. 13, 1 yadda, 4. -432. Bu da E variantının həlli idi uşaqlar. İndi isə keçək F variantının həllinə baxaq. -26 çıxaq. -5-in kvadratı çıxaq 25 bölək 5. Öncə mötərizənin içi həll olunmalıdır. Mötərizənin içində də qüvvət var, qüvvəti həll eləyək. Mənfi kənarda gözləyir, kvadrat 5-ə aiddir. Ona görə 5 2 dəfə təkrar yazıram. -25. Sonra qüvvətin cavabından 25-i çıxmalıyam. Yəni -25-dən 25-ini çıxmalıyam. Ədədlərdən hər ikisi mənfi olduğuna görə toplayıb qabağa mənfi yazırıq. -50. Aldığım cavabı 5-ə bölməliyəm. -50 bölək 5 bizə verəcək -10. Yəni bu ikinci hissə -10 oldu. -26-dan da -10-nu çıxmalıyam. 2 dənə mənfi yan-yana gəldiyi üçün bir-birini neytrallaşdırır, müsbət eləyir. Buna həmçinin -10-nun əksi kimi də baxa bilərsiniz, yenə də müsbət eləyəcək. 26 modulca böyük olduğuna görə 26-dan 10-nu çıxıram 16, qarşısına da modulca böyük olan ədədin işarəsini yazırıq. 8-ci çalışmanı da yekunlaşdırdıq uşaqlar.
İndi isə keçək 9-cu çalışmanın izahına. Əvvəlcə hesablama aparmadan müqayisə edin, sonra hesablamaqla cavabınızı yoxlayın. Mənfi 2-nin kubu mənfi 8 eləyir, 8-ə böləndə mənfi 1 eləyəcək, modul ondan böyükdür. Gəlin indi yoxlayaq. Mənfi 2-nin kubu bölək 8, bir də modulda mənfi 3. Hər ikisinin cavabını hesablayıraq. Mənfi 2-nin kubu. Öncə buna baxaq. Mənfi ədədin tək dərəcədən qüvvətində mənfi qalacaq. 2-nin kubunu hesablayırıq. 2, mənfi 2, vuraq 2, vuraq 2. Mənfi 8. Mənfi 8-i də 8-ə bölsək, cavab alınacaq mənfi 1. Modulun cavabı isə bizə müsbət 3 verir. Modulda mənfi 3-ün cavabı da oldu müsbət 3. İndi mənfi 1 ilə müsbət 3-ü müqayisə eləsək, aydın məsələdir ki, 3 böyükdür. B variantında mənfi 1-in üstü 10, vuraq 20. Bir də 23 çıxaq 25. Bu ikisinə baxırıq. Öncə mənfi 1-in üstü 10-u hesablayıram. Mənfi ədədin cüt dərəcədən qüvvəti olduğuna görə bu bizə müsbət verəcək. 1 üstü 10 da elə 1-in özünə bərabərdir. 1-i də 20-yə vursaq eləyəcək 20. İkinci hissəni hesablayaq. 23-dən 25-i çıxırıq. 25-dən 23-ün çıxıb qabağa mənfi yazacağım. Mənfi 2. 20 böyük olar, yoxsa mənfi 2 böyük olar? Təbii ki, 20 böyükdür. Bu da B variantı. İndi uşaqlar, keçək C variantına baxaq. Mənfi 4 çıxaq 5, bir də 10 çıxaq 5-in kvadratı bölək mənfi 1. Birinci hissə asandır. Mənfi 4 çıxaq 5. Hər ikisi mənfi olduğuna görə ədədləri. Bunu həmçinin belə də yaza bilirdik də. Yadınızdadır uşaqlar. Azalan mənfi 4-də olduğu kimi qalır. Çıxılanın əksini əlavə eləyirik. Çıxılan da 5-də, əksi mənfi 5. Yenə də mənfi 9 eləyir. Ədədlərdən hər ikisi mənfi olduğuna görə toplayıb qarşısına mənfi yazırdıq. Əsas ikinci hissəni hesablamaq üçün öncə 5-in kvadratını hesablamaq lazımdır. 5-in kvadratı 5 vuraq 5 bizə verir 25. 25-i də mənfi 1-ə bölmək lazımdır. Cavab eləyəcək mənfi 25. Sonra ondan mənfi 25-i çıxmalıyıq. 2 dənə mənfi bir-birini müsbət elədi. Müsbət 25 toplayanda da bizə verəcək 35. Birinci hissənin cavabı mənfi 9-dur. İkinci hissənin cavabı isə uşaqlar 35-dir. Mənfi 9 ilə də 35-i müqayisə eləsək, təbii ki, 35 daha böyükdür. Bu da 9-cu çalışmanın izahıdır. İndi isə uşaqlar, videonun müddəti həddən artıq uzanmasın deyə mən videonu burada dayandırıram. Yerdə qalan çalışmaları isə bundan sonraki videomda çəkib sizlərlə tezliklə paylaşacağım. Bizləri izləməyə davam edin. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Gələn dərslərdə görüşmək ümidi ilə.